olması, öz taleyini özü müəyyən etməsi deməkdir. Gəlin birlikdə bu dəyərlərin necə qorunmasına nəzər salın. 1993-cü il Konstitusiya qəbul edilmiş ikinci konstitusiya müstəqil Azərbaycanın təməlini təşkil edir. Azərbaycan dövlət suverenliyinin tam bərpası, vətən müharibəsi və 1995-ci il 12 noyabr tarixində ümumxalq seçimi nəticəsində Azərbaycan Respublikasının ilk milli konstitusiyası qəbul edildi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan bu əsas qanun Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət kimi yaradılmasını rəsmiləşdirdi. Konstitusiya hakimiyyətin üç əsas qolunu, qanunvericilik, icra və hakimiyyət bölgüsünü təsdiq edərək qanunların aliliyini və vətəndaş hüquqlarının təminatını əsas götürdü. 1995-ci ildə qəbul edilən konstitusiya ilə Azərbaycanın dünyada intihar demokratik bir dövlət kimi təsərrüfatını möhkəmlədi. Bu, 30 il ərzində ölkənin bütün siyasi və iqtisadi islahatların hüquqi bazasını yaratdı. Vətəndaşlarına hüquq və azadlıqlarını təmin etdi. 2020-ci il vətən müharibəsi konstitusiyanın toxunulmaz maddəsi olan torpaq bütövlüyünün bərpasına nail oldu. Konstitusiya və suverenliyi ilə Azərbaycan tarixinin, bugünkü nailiyyətlərini və gələcək regionunu birləşdirən bir dövrün simvolu oldu. 1999-cu il Konstitusiyası dövlət quruculuğunun təməlini qoyduğu kimi, 2020-2023-cü illərdə bərpa olunan suverenlik və dövlətin ərazi bütövlüyü üzərində hüquqi üstünlüyünü tam təmin etdi. Bu iki fundamental dair üzərində qurulan Azərbaycan, konstitusiya prinsiplərinə sadiq qalaraq öz inkişafı və regionda sülh prosesini davam etdirməsi qətiyyətlidir. Bu zəfərlər göstərir ki, güclü namuslu və tam suverenlik bir-birini tamamlayan sanilərdir. Konstitusiya və suverenlik yeni qeyd etməklə Azərbaycan öz dövlətçiliyi idealını bir daha təsdiq edir. Ərazi bütövlüyümüzün bu il tam təmin olunması və əsas qanunumuzun qəbulunun üzərindən 30 il keçməsi bizim bunu tam bir bayram şəkildə qeyd etməyimizdə bu ildə adlandırmamıza səbəb verir. Suverenliyin tam bərpası, xüsusən də azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda konstitusiyamızın quruluşunun bərqərar edilməsi dövlətin prioritetdir. Gələcək yol xəritəmizin əsas istiqamətləri bu ərazilərin inteqrasiyası, bərpası və dayanıqlı inkişafının təmin edilməsidir. Cismim üçün vətən olan